Heç fikir vermisiniz, adi hədiyyələr tez unudulur. Xüsusi hazırlanmış bir hədiyyə isə həmişə yadda qalır. Hər kəsə salam, mənim adım Cəmilədir. Bugün oyuncağımız şarın içərisində olmayacaq. Bu dəfə onu daha fərqli və estetik bir şəkildə yerləşdirəcəyik. İlk öncə şarın içinin bərbəzək detallarını hazırladım. Rəngarəng şarlar da əlavə edib bağladım. Şarımızın çubuğunu taxıb qutuya bərkitdikdən sonra kompozisiyanı tamamlamaq üçün müxtəlif növ güllər əlavə edirəm. Bu kompozisiyada çəhrayı rənglərə üstünlük verilib, ancaq siz ürəyiniz istəyən rəng tonlarında sifariş eləyə bilərsiniz. Şarın üzərinə istəyə uyğun yazı əlavə etmək mümkündür. Bəs sizcə 3-4 gün sonra solub gedəcək güllərmi, yoxsa uzun müddət xatirə olaraq saxlayacağınız belə bir hədiyyəmi? Digər videolarımdan da bildiyiniz kimi heç bir reklamsız, sadəcə sizin dəstəyinizlə irəliləyirəm. Alış-veriş etməsəz belə bir bəyəni və bir şərh yazaraq dəstəyinizi əsirgəməyin. Səhifəmi izləməyi unutmayın. Növbəti videoda görüşənədək. Hələlik.